Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Resulillahil amin. Ve ala alihi tahirinel ma'sumin ve la'nud daim ala a'daihim ve munkiri fezailihim ve gasibi hukukihim ecma'in minel ana ila yevmiddin. Aziz ve değerli müminler, dostlar, Allah'ın lütf ve inayetiyle məscidin bir hissəsinin təmiri şükür Allah'a qutardı və ona görə də mübarək Ramazan ayında yarıda saxladığımız söhbəti inşallah sizlərlə davam edəcəyik. Və yadınızda olsa mübarək Ramazan ayında biz İmam Zaman əleyhissalatu və salamın barəsində danışırdıq və qeyd elədik ki, bütün dinlərin, istər səmavi dinlər, istər qeyri dinlərin ortaq inanclarından biri sonuncu xilaskarın olmasındadır, gəlməsindədir. Bu ortaq inancdır. Onun kimliyində, şəxsiyyətində ixtilaf olsa da, amma bütün səmavi dinlər və hətta qeyri-səmavi dinlər belə, onlar da bir xilaskarın gəlməsinə etiqad bəsləyirlər. Bu barədə ətraflı danışmışıq və keçən söhbətlərimizdə ki, yaxşı olar əvvəlki söhbətlərdən bir təkrar qulaq asaq ki, mən orada qeyd eləmişəm ki, Qur'an-ı Kərim və hədislər əsasında bizə sabit olub ki, bu xilaskar Həzrəti Peyğəmbərin nəslindən xanım Fatimə Zəhra və İmam Əlinin izdivacından dünyaya gələn İmam Hüseyn əleyhissalamın nəvələrindən olacaq, 9-cu nəvəsi olacaq və bəşəriyyəti, aləmi, zülmlə dolu aləmi nura qərq edəcək. Bu barədə Qur'an-ı Kərimin ayələri və hədislər barəsində müəyyən qədər bəhs eləmişik. Və mövzunun əhəmiyyəti barəsində bunu qeyd eləmək, bu hədisi demək kifayətdir ki, ortaq dəyər hədislərdən biridir. Bütün İslam alimləri bunu yekdil olaraq qəbul edirlər. Mən matə və ləm yərif imam-ı zamanə matə mitətən cahiliyyə. Hər kim zamanə imamını tanımadan dünyasını dəyişərsə, cahiliyyət dövründə ölmüş şəxs kimidir. Yəni, etiqadi baxımdan mövzumuz çox əhəmiyyətlidir. Və mövzunun əvvəlində mən qeyd eləmişdim ki, düzdür, bizim 12 imam etiqadımız var və hər kim 12 imamdan birini qəbul eləməzsə, birinin barəsində şəkkə, şübhəyə düşərsə və şübhə onu imamın inkarına gətirib çıxardarsa, bu şiə hesab olunmaz, 12 imamcı şiə hesab olunmaz. Amma bununla bərabər biz 12 imamın hər birinin vilayətin Allah tərəfindən təyin edilən vilayət olduğunu qəbul edirik və buna iman gətiririk və bununla yanaşı bizim zəmanə imamımızın 12-ci imam, yəni Həzrəti Məhdi Əcəlallahu Teala Fərəzahu Şərifin imamətini biz qəbul edirik. Yəni bu günləri bizim dövrümüzün zəmanə imamı məhz 12-ci imamdır. Və 12-ci bütün Əhl-i Beyt imamları və demək olar ki, bütün peyğəmbərlərin hamısı məzlum olurlar. Onların heç birinin haqqı əda olunmayıb az qala. Amma bunların içərisində ən məzlum imam məhz 13-cü imamdır. Niyə? Məsələn, bu günləri biz öz sərimizdə danışan zaman deyirik ki, filan imamın dövründə yaşayan möminlər nə səadətli idilər ki, onların dövründə imam var idi. İmam olan dövrdə yaşayırlar. İmam olan dövr qiymətli dövrdür, fəzilətli dövrdür. İmam olan dövrdə Allahın lütfi, inayəti var. Yaxşı, bir nəfər bizə sual versə ki, bəs sənin hazırki dövrün imamsız dövrdürmü? Xeyr. Peyğəmbər əleyhissalam buyurur, əgər yer kürəsi bir an ilahi hüccətsiz qalsa, aləmin nizamı pozulur.
İndi də 12-ci imamın zamanıdır. Necə İmam Əlinin dövrü, necə İmam Həsənin dövrü və digər imamların dövrü, bugün də 12-ci imamın dövrüdür. Ona görə bəzən özümüz də bilmədən diqqətsizlik eləyərək özümüz öz imamımızı məzlum edirik, onu görməzdən gəlirik. Sanki indi heç bir imamın dövrü deyil. Bugün zamanə imamının dövrüdür. Bugün zamanə imamımız 12-ci imamdır. Ona görə bu bəhslərin inşallah, bunlar hələ müqəddimə bəhsləridir. Mənim məqsədim bu bəhsləri danışmaq da təkcə nəzəriyyəni danışmaq deyil. Mənim məqsədim 12-ci imamın dövründə bizim vəzifələrimiz nədir? Onu müəyyənləşdirmək lazımdır. Bu günləri çox təəssüf olsun ki, biz hər bir imamın tarixi dövrün, ictimai, siyasi, fərdi dövrün araşdırırıq, baxırıq, minbərlərimizdə danışılır. Çox gözəldir, lazımdır bunlarda. Amma bu günləri zamanə imamımızın zamanında hansı imamın dövrü və həyatı ilə müvafiqdir, yoxsa müxalifdir? Bəli. Məsələn, biz baxsaq, Allah rəhmət eləsin, alimlərdən biri bir kitab yazıb, 250 yaşlı insan. O, məsum hakimi, yəni həyatda olduqları dövrü 250 illik hesab edir də, 250 yaşlı insandır sanki. Həzrəti Rəsulullahdan ta 12-ci imamın qeybətinə qədər. Bu dövr 250 il eləyir. 250 ildə o bir insana bənzədir. Bir insan müxtəlif şəraitlərə düşür və hər bir şəraitdə Allahın razı qaldığı, Allahın icazə verdiyi formada özünə mövqe tutur. Bir alim gözəl misal deyirdi. Deyirdi, Əhl-i Beyt imamlarının həyatına, tarixinə biz fikir versək, görərik ki, onlar bir-birləri ilə tam ziddiyyətli həyat yaşayırlar. İmam Əli əleyhissalam həyatının bir dönəmində Muaviyyə ilə sülh bağlayır, bir dönəmində ondan müharibəyə gedir. İmam Həsən əleyhissalam sülh bağlayır, İmam Hüseyin əleyhissalam qiyam edir. İmam Zeynulabidin əleyhissalamın yaşadığı dövrdə baş verən cinayətlərin heç biri İmam Hüseyin əleyhissalamın zamanında baş verməmişdir. Amma İmam Səccad əleyhissalam qiyam eləmir. O, başqa bir mübarizə metodu seçir. Həmin alim bir gözəl misal deyirdi. Deyirdi, Əhl-i Beyt imamlarının bu hərəkətin biz nəyəsə bənzətsək, qayçının 2 dənə ağzına bənzədə bilərik. Zahirən qayçının ağızları ikisi bir-birinin əksinə gedir, amma onların ikisinin də hədəfi qarşıya qoyulan parçanın mı, kağızın mı kəsilməsidir. Deyirdi, Əhl-i Beyt imamları müxtəlif şəraitlərə, müxtəlif cür yaşamaqlarına, təbliğ eləmələrinə baxmayaraq, hədəfləri ilahi və Allahın bəyəndiyi qayda, qanunların cəmiyyətdə hakim olması üçün idi. Ona görə biz diqqətli olmalıyıq ki, biz zamanə imamımızın dövründə bizdən tələb olunan nədir? Zamanə imamımızın dövründə bizim üzərimizə düşən şəri vəzifələrimiz nədir? Biz onu aydınlaşdırmalıyıq. Biz onu özümüz üçün müəyyənləşdirməliyik. Yoxsa bizi aldadacaqlar. Bu günləri dünyada insanların allanmaq üsulları, artıq insanlar siyasətlə allanmırlar. Yəni dünya siyasətini anlamır. Artıq dünya siyasəti belə din vasitəsi ilə insanları alladır, insanları manipulyasiya edir. Hər bir siyasi qüdrət özünə mövqe qazanmaq üçün, özünü legitim eləmək üçün dini dəyərlərdən istifadə edir və dini dəyərlərə söykənir. Qurandan, Tövratdan, İncildən statlar gətirirlər. Amma bunların hansının doğru və ya yanlış olmasını bilmək artıq bir insandan həm bəsirət istəyir, həm ciddi düşüncə istəyir. Ona görə də bu günün möminlərinin vəzifəsi daha ciddidir və daha da məsuliyyətlidir. Bu günləri bizim dövrümüz bizdən əvvəlki imamların dövründə yaşayan insanların hər birindən çətin ağırdır. Ona görə ki, onlar zamanə imamları yanlarında idi. Problemə düşəndə də bilirdilər problemə düşürlər. Birbaşa və yaxud da vasitələrlə xəbər tuta bilirdilər zamanə imamı ilə. Amma bu günləri biz zamanə imamımızdan da uzaq düşmüşük. Bu günləri bizi zamanə imamımıza bağlayan müstəqim bir vasitə yoxdur. Hədislər var, kim zamanə imamı ilə əlaqəsi olduğunu iddia eləsə, o adam yalan danışır.
Bizim məsuliyyətimiz daha ağırdır ki, biz öz şər'i vəzifələrimizi düşünüb, dərin düşünüb, Allahın kitabı və Peyğəmbər əleyhissalamın Əhl-i Beytin sirəsinə uyğun şəkildə, onların sirəsinə, rəftarına müvafiq şəkildə formalaşdırmalıyıq. Ona görə bu günləri bizim vəzifəmiz çox ciddidir. Bəs bu günlərdə bir müqəddimə olsun ki, mövzunun əhəmiyyəti barəsində ki, insanlar başa düşsünlər ki, bu günləri biz imam dövründə yaşayırıq. Bu günləri bizim əməllərimizə nəzarət edən imam var. Bu günləri bizim zəmanə imamımız var, onu məzlum eləməyək. Bugünkü mənim minbərimin xülasəsi bu olsun ki, zəmanə imamımızı məzlum eləməyək, onu görməzdən gəlməyək, ona əhəmiyyətsiz yanaşmayaq. Bilək ki, bizim belə bir imamımız var. Allah inşallah bizi Əhl-i Beyt əleyhissalamın mərifəti ilə yaşayıb və bu mərifət üzərində dünyadan köçməyi nəsib eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.